Axşamınız xeyirli olsun, dəyərli üzvlər. Mən Ava Qrup Şəxsi İnkişaf Mərkəzinin rəhbəri İlhamə Gülməmmədli. Səsiniz bağlıdır. Səsim ümumiyyətlə eşidilirmi? Çünki mən burada iki tərəfdən qoşulmuşam. Burada səs eşidilmir, o birindən açıram. Səs və yəni ikisi eyni yerdə deyil. Ümumiyyətlə səsim eşidilir Fatimə xanım. Səs gəlir. Telefondan çünki səsi açmışam. Aha, indi gəlir səsiniz. Axşamınız xeyir. Axşamınız xeyir Fatimə xanım. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. Sizi gördüm, daha yaxşı oldum. Mən burada iki tərəfdən iştirak edirəm. Ona görə də səs hər ikisində açıq olmur. Səs bağlı görünür, amma əslində açıqdır. Digər tərəfdə. Bir tərəfdən üzvləri qəbul edirəm. Artıq 56 nəfər iştirakçısı var və yavaş-yavaş təlimə keçmək istəyirəm. Təklifimi qəbul edib gəldiyinizə görə təşəkkürlərimi bildirirəm. Sizi görməyimə şadam. Əməkdaşlığımız daimi olsun, güclü olsun, gün olsun ki, sizinlə çox saylı onlayn və əyani təlimlər keçirək. Həm müəllimlərə, həm ətrafımızdakı şəxslərə çoxlu fayda vermiş olaq. Həftə sonunuzu bu qədər işin arasında zamanınızı ayırdığınıza görə həm sizə, həm də üzvlərə dərin təşəkkürlərimi bildirirəm. Xoş gəlmisiniz bir daha. Əlavə sualınız olarsa, mən aşağıya əlaqə nömrəmi qeyd edirəm. Hər bir sualınızı ora ünvanlayarsınız ki, burada təlimdən, yəni əlavə vaxt getməsin. Buyurun Fatimə xanım, bizim gözəl təlimçimiz Fatimə Süleymanlı. Xoş gəlmisiniz, söz sizindir. Bir daha axşamınız xeyir olsun. Hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Dəvətiniz üçün də təşəkkür edirəm İlahə xanım. İlhamə xanım, üzr istəyirəm, İlhamə xanım. Kimin üçün uyğundursa kameralarını aça bilər. Açıq bir şəkildə bilib danışsaq məncə daha maraqlı olar. Təlimə keçməzdən öncə özümü təqdim etmək istəyirəm. Mən Süleymanlı Fatimə, Bakı Dövlət Universiteti Filologiya Fakültəsi Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil almışam. Hazırda magistr təhsil alıram. Bundan əlavə Fəal Söz Akademiyasının rəhbəriyəm, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi və nitq təlimçisi olaraq fəaliyyət göstərirəm. Nə suallarınız olsa mütləq şəkildə, ya səsli şəkildə, ya da aşağıda qeyd edə bilərsiniz. Səs gəlir. Gəlin biraz keçmişə qayıdaq. Məktəb illərinə. O saf, qayğısız uşaqlıq günlərinə. İnsan həyata məktəbdən başlayır. Həyatın ilk addımları, ilk uğurları, ilk uğursuzluqları və ən əsası bizə bu yolda istiqamət verən bir insan var. Müəllim. Müəllim bizə sadəcə dərs keçmir. O bizə həyatda özümüzü tapmağa, biz kimik sualına cavab tapmağa istiqamət verir. İndi isə gəlin bir anlıq düşünelim. Məktəbdə ən çox sevdiyimiz müəllimimiz kimdir? Onu xatırlamağa çalışın. Onun simasını, onun gülüşünü, sizə dediyi sözləri, səs tonunu. Nə idi onu sizə sevdirən? Məhz burada müəllimin nitqi ortaya çıxır. Çünki müəllimin nitqi sadəcə sözlərdən ibarət deyil. O bir ümiddir, o bir inamdır. Bəzən bir müəllimin sən bacararsan ifadəsi bir uşağın həyatını dəyişə bilər. Buna görə də bizim bugün bura toplaşmamızın əsas məqsədi də müəllimin nitq bacarıqları haqqında danışmaqdır. Görəsən bizim həyatımıza bu qədər istiqamət verən, bizim üçün əziz olan müəllimlərin nitqi necə olmalıdır? Əsl müəllim, yaxşı müəllim çox bilən yox, bildiyini öyrətməyi bacaran və yaxşı danışan, öyrədən müəllimdir.
Gəlin bir araşdıraq. Bu yaxşı müəllimin nitqində olmalı olan nədir? Yaxşı müəllim necə danışmalıdır? Birinci onu deyək ki, müəllimin nitqinin müxtəlif keyfiyyətləri olmalıdır. Bunlardan birincisi onun aydınlığıdır. Müəllim dərsi izah edərkən o qədər aydın şəkildə izah etməlidir ki, bunu bütün uşaqlar başa düşsün. Xüsusilə də orta məktəb müəllimi uşaqların yaş səviyyəsini görünür. Uşaqların yaş səviyyəsini mütləq şəkildə nəzərə almalı və danışarkən, dərsi izah edərkən bu məsələlərə xüsusi olaraq diqqət yetirməlidir. Görünürəm mən? Bəli. Aha. Müəllim bu məsələlərə mütləq şəkildə xüsusi olaraq diqqət yetirməlidir, nəzarət etməlidir. Çünki bəzən elə ola bilər ki, uşaq müəllimin istifadə etdiyi o terminlərin mənasını anlamaz. Müəllim uşağa aydın, anlaşıqlı bir şəkildə izah etməlidir. Gəlin sizə bunu bir nümunə üzərindən izah edim. Məncə bir çoxunuz Bəyin Oğurlanması filminə baxmısınız. O filmdə çox qısa bir hissə var. Epizod deyək. Orada Hidayət müəllim adlı bir şəxs var. Lap biraz əvvələ də gedim. O hissədə təsvir olunur ki, kəndə film çəkmək üçün gəliblər və onlar orada kəndlilərin müəyyən bir səhnələri canlandırmasını istəyirlər. Deyirlər ki, siz bəy tərəfisiz, gəlin tərəfisiz, oynayın. Amma onlar çox da canlı oynamırlar. Film çəkənlər də narazıdır. Bilmirlər ki, o öz iradlarını necə bildirsinlər. Orada Hidayət müəllim adlı bir obraz var. O da gəlir və onlara, yəni kəndlilərə, insanlara, onların başa düşəcəyi üsulla deyir ki, ay camaat, o boyda şəhərdən bizim kəndimizə film çəkmək üçün gəliblər. Toyda nə etmək lazımdır? Toyda oynamaq lazımdır. Bunu dedikdən sonra artıq kəndlilər film çəkənlərin nə istədiyini çox yaxşı başa düşür və canlı bir formada rəqs etməyə başlayırlar. Bu nəyi göstərir? Bu onu göstərir ki, hər kəsin anladığı, başa düşdüyü bir üsul var, bir tərz var. Biz də eyni ilə orta məktəb şagirdlərinə, uşaqlara dərs keçərkən sanki böyük insanlara dərs keçirmiş kimi yox. Onların başa düşdüyü üsulda, onların başa düşdükləri tərzdə dərs keçmək lazımdır. Və eyni ilə nitqi də belədir, danışığı da belədir. Ağır terminlərdən istifadə edərək danışsa, o uşaq onsuz başa düşməyəcək. Amma onun anlayacağı, necə ki Hidayət müəllim kəndlilərin anlayacağı dildə danışdı, onun anlayacağı dildə danışsa, üsulda danışsa, o uşaqlar o dərsi daha çox mənimsəyəcəklər və o müəllimin fənnini daha çox sevəcəklər. Buna görə də nitqin keyfiyyətində əsas məsələ aydınlıqdır. İkinci əsas məsələ isə müəllimin nitqinin düzgün üslublu olmasıdır. Üslub məsələsi olduqca əhəmiyyətlidir, xüsusilə də ünsiyyət qurarkən. Hal-hazırda bəzi müəllimlər şagirdlə ünsiyyət qurarkən üslubsuzluqlara yol verirlər. Yəni, düzgün üslubda uşaqlarla əlaqə, ünsiyyət qurulurlar. Məsələn, o arxada ulayan kimdir? Yəni, bundan əlavə başqa ifadələr də var, səsləndirmək istəmirəm, bir çoxunuz bilirsiniz, bəlkə də məktəb vaxtı bir çoxunuza deyiblər. Bu cür ifadələr, donquldanmayın deyən müəllimlər də var. Bu cür ifadələr, üslubsuz ifadələr uşaqlarla düzgün ünsiyyəti gətirib çıxara bilməz. Çünki onların özü də əslində bir fərddir. Uşaqlara birinci fərd olaraq, bir şəxsiyyət olaraq yanaşmağı bacarmalıyıq. Nə olsun ki, o da uşaqdır? Uşaqdır, amma gələcəyin bir mütəxəssisi ola bilər, bir alimi ola bilər, bir dahi tanınmış bir şəxsiyyət ola bilər. Buna görə də şagirdlərə bir fərd olaraq, şəxsiyyət olaraq yanaşmalı və onlarla ünsiyyət qurarkən
düzgün üslubda ünsiyyət qurmalıyıq. Yəni bu cür üslubsuz sözlərdən, ifadələrdən istifadə etmək bir müəllimin nitqinə yaraşmır. Digər əsas məsələ isə mütləq şəkildə müəllim uşaqların yaş xüsusiyyətlərini, keyfiyyətlərini nəzərə almasıdır. Yəni, müəllim 5-ci, 6-cı sinif şagirdi ilə qurduğu ünsiyyəti 11-ci sinif şagirdi ilə qurduğu ünsiyyətlə eyniləşdirə bilməz. 11-ci sinif şagirdinə, məncə bir çoxunuz da bilirsiniz, hal-hazırda bir söz deyən kimi, bir negativ söz deyən kimi, ya da bir irad bildirən kimi insana çox fərqli bir üsulda cavab verir. Və sən artıq məcbursan ki, onunla mübahisəyə girəsən. Buna görə də o uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınması olduqca vacibdir. Aşağı sinif uşağına biraz səs tonunu qaldıran kimi o uşaq artıq bir növ qabığına çəkilir və özünə nəzarət edir. Amma 11-ci sinif və yaxud da yuxarı sinif şagirdinə səs tonunu qaldırsan, o da öz səs tonunu qaldıracaq və başlayacaq başqa üsulda, başqa tərzdə danışmağa. Ona görə də hər yaş xüsusiyyəti olan hər yaşlı uşağa elə yaşına uyğun şəkildə yanaşmaq, ona uyğun şəkildə onunla ünsiyyət qurmaq olduqca vacibdir. Müəllimin nitqi eyni zamanda təmiz olmalıdır. Hal-hazırda uje, prosta, sakse, nafade kimi sözlərdən istifadə edən müəllimlər var. Çox təəssüflər olsun ki, var. Bunu hardan bilirəm? Mən hal-hazırda uşaqlara hazırlıq dərsi keçirəm. Hazırlığa gələn bir uşaq danışarkən prosta sözündən çox tez-tez istifadə edirdi. Mən də ona hər dəfə o iradımı bildirirəm. Çünki həm müəlliməyəm, həm nitq təlimçisiyəm. Eyni ilə Azərbaycan dilini sevirəm. Buna görə də istəyərəm ki, Azərbaycan dilində uşaq indidən təmiz şəkildə danışmağı bacarsın. Mən bu iradı bildirirəm. Uşaq isə qarşılığında mənə nə desə yaxşıdır. Müəllimə, məktəbdə müəlliməm prosta ilə danışır. O danışanda olar, mən danışanda olmaz. Və mən o an nə deyəcəyimi açıq heç bilmədim. Çünki müəllimi pisləyə bilmərəm. Mən özüm də bir müəlliməm. Heç bir müəllimi pisləmək mənə görə düzgün deyil. Uşağa da nə deyəcəyimi bilmirəm. Deyə bilmirəm ki, yox, müəllimin səhvdir. Amma uşağa düzgün bir üslubla, başqa bir tərzdə, başqa bir üsulla izah etməyə çalışıram ki, müəllimin yaxşı deyilir. Amma bu sənin öz danışığındır, öz nitqindir. Sən bir növ özünə cavab deyirsən. Çünki o müəlliməni gedib tapıb, onunla ünsiyyət qurub, ona niyə bu sözü istifadə etdiniz deyə bilmərəm. Amma hal-hazırda mənim yanıma gələn, mənim hazırlaşdırdığım şagirdin nitqini düzəltmək məncə borcumdur. Və eyni ilə digər müəllimlərin də. Təkcə Azərbaycan dili və ədəbiyyat müəlliminin edəcəyi bir iş deyil. Digər müəllimlər də eyni zamanda öz nitqlərinə, istifadə etdikləri sözlərə xüsusi olaraq diqqət yetirməlidir ki, daha sonra başqa fənnin müəlliminin istifadə etdiyi sözü gəlib mənə deməsin. Deməsin ki, müəllimə axı bu sözdən istifadə edirdi. Və buna görə, əziz müəllimlər, burada məncə müəllimlərimiz də var və yaxud da müəllim olmaq istəyən şəxslər, tələbələr, şagirdlər mütləq şəkildə ixtisasınızdan, keçdiyiniz fəndən asılı olmadan öz nitqinizin təmiz olmasına xüsusi olaraq diqqət yetirməlisiniz. Zülfiyə xanım deyəsən söz istəyir. Buyurun. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Çox gözəl təlimdir. Təşəkkür edirəm sizə. Həqiqətən çox maraqlı oldu. Bir müəllim kimi yox, valideyn kimi çox yaxında yaşadığım problemə toxundunuz həqiqətən. 5-ci gün müəllimin qızımın sinifində nitqi ilə bağlı həqiqətən ciddi bir problem olmuşdu. Kaş bütün müəllimlərə səsi ola bilərsiniz və onlar həqiqətən bir həmkar olaraq biraz danışıq tərzlərinə, nitqlərinə diqqət etsələr daha gözəl ola bilər. Bir tövsiyə edərdim ki, dediniz, əgər burada müəllim olmaq istəyən, müəllim olmağa hazırlaşanlar varsa, bir müəllim kimi mən də hamısına tövsiyə edərdim ki, ilk öncə nitqinizi daha sonra
dərsinizi fikirləşin. Çünki uşaqlar ən birinci sizdən danışıq öyrənəcək, hərəkət öyrənəcək, tərbiyə öyrənəcək, daha sonra dərs öyrənəcək, hörmətli müəllimlər. Çox sağ olun söz verdiyiniz üçün. Təşəkkür edirəm sizə. Çox düzgün vurğuladınız Zülfiyə xanım. Mən də öz fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox təəssüflər olsun ki, orta məktəb, xüsusilə də orta məktəbdə bu məsələyə toxunacağam. Orta məktəbdə müəllimin nitqində daha çox problem var. Ortaya belə bir sual çıxır ki, görəsən ali məktəb müəllimi daha yaxşı danışır, bəs orta məktəb müəllimi niyə yaxşı danışmır? Bunun səbəbini hələ də araşdırıram, hələ də axtarıram. Özüm də düşünürəm ki, görəsən niyə belədir? Bəlkə orta məktəb müəllimləri üçün xüsusi bir proqram olaraq və yaxud da təlim şəklində onlara bir təliz verilməlidir. Onlar da öz danışıq bacarıqlarını daha da inkişaf etdirməlidirlər. Çünki çox savadlıdırlar. Baxırsan ki, həmin o məktəbə daxil olublar, o çətinliyi, o çətin mərhələni keçiblər. Amma bunu göstərmək məsələsinə gələndə, danışıq, ünsiyyət qurmaq məsələsinə gəldikdə, öyrətmə məsələsinə gəldikdə biraz əksiklikləri var. Bunu da məncə düşünürəm ki, aradan qaldırmaq üçün ən yaxşısı orta məktəb müəllimlərinə özəl, onlara xüsusi olaraq bir layihə şəklində proqramın təqdim olunmasıdır. Təlim verilməsidir deyə. 1 aylıq, 2 aylıq məncə orta məktəb müəllimlərində belə öyrədici xarakterli təlimlər olur. Sözünüzü kəsdirəm, müəllim, üzr istəyirəm. Fikrimcə, sertifikasiyadan daha çox müəllimləri nitq, davranış qaydaları, psixologiya üzrə yönəltsələr, bu daha çox ola bilər. Mənim qarşılaşdığım problem öz övladımla bağlı. Müəllimə çox savadlı müəllimədir, sizin sözünüz olmasın. Öz həmkarıma necə savadsız deyə bilərəm. Orada işləyirsə, əlbəttə ki, savadı var. Amma uşaqla danışıq, o dediyiniz bəzi nitqə uyğun olmayan söz ifadələri, hələ o sinifdə mənim qızım təhsil alır və mən bu barədə çox həssasam da, yəni həqiqətən ki, ona mən çalışıram ki, ümumiyyətlə o sözlər onu eşidəndə yad gəlsin ki, bu nə sözdür, yəni qulağa alışmasın. Mən dərsi dinləyərkən çox həqiqətən dərsi pozmamaq üçün özümü güclə saxladım və sonra müəllimə bildirəndə ki, müəllimə, siz bu sözü nə üçün uşaqların yanında işlədirsiniz? Mənə ilk sözü oldu ki, mən 30 ilin müəllimiyəm, siz mənə heç nəyi öyrədə bilməzsiniz. Çox təəssüf edirəm ki, yəni o ümumiyyətlə belə bir baxışı var ki, mən nə deyirəmsə o olmalıdır. Mən 30 ilin müəllimiyəm. Deyirəm müəllimə, sizin savadınızda başqa bir şey demirəm ki, mən sadəcə deyirəm nitqinizdə problem var. Uşaqla davranış qaydası düzgün deyil nitqiniz. Amma təəssüflər olsun ki, müəllimə, ona heç nə izah edə bilmədim. Bəzən təcrübə danışır deyirlər. Mənim təcrübəm qədərdir. Mən illərimi vermişəm. Mənə siz istiqamət göstərə bilməzsiniz düşüncəsi gələcək nəsillərində məhvinə gətirib çıxarır. Yəni mən dediyim düzgün olmalıdır. Belə bir düşüncə yoxdur. Bu mənim fikrimdir. Sizin də özünüzün fikri var, o müəllimin də öz fikri var. Və ən əsası deyilən sözləri bizdə qəbul etmək çətinliyi var. Xüsusilə də əgər o bizdən yaşı azdısa, yaşca kiçikdirsə, onun dediyini özümüzə irad olaraq qəbul edə bilirik. Belə bir problem var. Düşünürəm ki, ümumi bütün yaşlı, fərqi yoxdur, 30 illik təcrübəsi olan olsun, 20 illik, ola bilər yeni qəbul olub, ola bilər 1 illik təcrübəsi var. Bütün müəllimlər üçün bir layihə şəklində, mən bunu əslində istəyirəm, sadəcə inşallah gələcək zamanlarda həyata keçirəm. Çox istərdim ki, mən də sizin yanınızda olma layihədə. Əla olardı. İnşallah. Gələcək zamanlarda bu layihəni də həyata keçirərik. Çünki bu xüsusilə də müəllimlər üçün olduqca əhəmiyyətlidir. Uşaq əgər ailədə öz valideynlərini, atasının və anasının nə etdiyini, hansı sözlərdən istifadə etdiyini gedib kənarda əks etdirirsə, bir növ uşaq evin güzgüsüdür ifadəsi gəlir çıxır bura. Bunu etdiyi kimi eyni ilə də uşaq gedib məktəbdə müəlliminin etdiyini də təkrarlayır. Çünki məktəb bizim ikinci məktəbimizdir. Mənə uşaq vaxtından o cür öyrədirdilər ki, müəllim sizin ikinci ananızdır, məktəb sizin ikinci evinizdir. Müəllim nə edirsə, uşaq da başlayır artıq onu təkrarlamağa. Müəllim əgər danışanda ujedən istifadə edirsə, prostadan istifadə edirsə, xüsusilə də ləhcə ilə danışırsa, o şagird də özünə haqq qazanacaq. Ona irad bildirəndə ki, düzgün şəkildə danış, eyni ilə mənim başıma gəldiyi kimi, deyəcək ki, mənim müəllimim belə danışır.
Axı mənim müəllimim danışa bilir kimi sözlər deyəcəklər. Hətta bu yaxınlarda rastlaşdığım bir hadisəni də qeyd edim. Mən universitetdə bir seminar verdim. Universitetdə də tələbələrdir. Həmin tələbələrdən biri danışarkən gördüm ki, cıçı ilə danışır. Necəsiz can bu şəkildə danışır. Və həmin tələbəyə, bilmirəm burada varmı, gəlibmi, burada qoşulubmu? Həmin tələbəyə dedim ki, axı bu cür danışmağınız düzgün deyil. Azərbaycan dilində cıçı ilə danışmırıq. C və Ç səsləri var. Bu şəkildə danışmalıyıq. O isə mənə dedi ki, müəllimə, axı orta məktəbdə müəllimələrimiz bu cür danışır. Mən niyə belə danışmıyorum? Bunu qəbul etmirlər. Bunun yanlış olduğunu bilmirlər. Eynilə mən də açığı bunu bilmirdim. Mənə də hər hansısa bir müəllimin məktəbdə belə bir problemin var deməmişdi. Və yaxud da məktəb müəllimlərimdə mən tam xatırlamıram, yalan demiş olmayım. Bu CC məsələsinə toxunduğunu eşitməmişəm. Və o da eynilə bunu mənə dedi. Dedi ki, bizdə məktəbdə belə bir məsələ olmuyor. Mənə siz ilk dəfədir ki, siz deyirsiniz. Və buna görə bunu qəbul etmirlər. Baxın, problem də elə buradan başlayır. Müəllimin birinci, bəzi bölgələrdə ləhcə var, bəli. Müəllimin birinci öz nitqi düzgün olmalıdır ki, sonra şagirdlərə nitqini düzəl, bu şəkildə yox, bu şəkildə danış deməyi bacarsın. Ləhcə məsələsinə gəldikdə isə onu deyim ki, ləhcələr çox gözəldir. Yəni, dilimizə bir növ o şirinliyi qatan elə ləhcədir. Hər bir bölgənin də öz ləhcəsi var. O bir növ səmimiyyət kimi, həmin o bölgənin insanla qarşılaşanda artıq biz bilirik ki, siz filan bölgədənsiniz. Bu çox gözəldir. Amması var ki, əgər siz müəllimsinizsə, ədəbi dildə danışmağa məcbursunuz. Yəni, Azərbaycan dilinin qoyduğu orfoqrafik və orfoetik normalara əməl edərək danışmaq məcburuz. Məcburiyyətindəyik. Bunun başqa çıxış yolu yoxdur. Çünki biz bunu əgər danışmasaq, uşaq da başlayacaq ləhcə ilə danışmağa. Onda da böyük bir xaos ortaya çıxacaq ki, biri şəkil ləhcəsində danışır, biri Qazax ləhcəsində danışır, biri gedəcəmlə, biri gəlib dillə danışır, biri normal ədəbi dildə danışır. Yəni, qarışıqlıq olacaq. Buna görə də ən əsası ədəbi dildə danışmağı bacarmaqdır. Xüsusilə də məktəbdə, xüsusilə də müəllimlər. Ola bilərik, siz öz tanışlarınızla, qohumlarınızla daha səmimisiniz, ləhcə ilə danışa bilərsiniz. Bunda heç bir problem yoxdur. Amma o qapıdan içəri girirsinizsə, müəllimsinizsə, artıq o uşaqların qarşısında ləhcə ilə danışmamalısınız. Bu bir mənalıdır. Digər əsas məsələ isə müəllimin nitqinin yığcamlığıdır. Müəllim danışanda eyni zamanda yığcam şəkildə danışmağı da bacarmalıdır. Əgər uzunçuluğa yol verirsə, uzun-uzadı danışırsa, bir müddətdən sonra uşaq onun dediklərini dinləməyəcək, qulaq asmaq istəməyəcək. Məsələn, müəllim gəlir, çox sadə bir mövzunu izah edir. Amma o mövzunu o qədər uzadır ki, bir dənə deyəcək sadə cümləni edir 5 cümlə. Hələ bir onu da edir mürəkkəb, vergüllü, ki, qoya, mürəkkəb cümlə. Bunu əgər mən bu yaşda başa düşmürəmsə, bu yaşda başa düşməkdə çətinlik çəkirəmsə, orta məktəb şagirdi, 5-ci sinif, 6-cı sinif uşağı onu necə başa düşə bilər? Başa düşə bilməz. Buna görə də mütləq şəkildə müəllimlər izah edəcəyi mövzunu yığcam şəkildə. Demirəm, çox qısaldın, hər şeyi kəsə-kəsə izah edin, əsas mövzular qıraqda qalsın, yox. Sadəcə, əgər o mövzunu qısa formada deyə bilirsinizsə, niyə onu 10 cümləli eləyirsiniz ki? Bir cümlə olaraq əvəz edə biləcəyiniz cümləni 5 cümlə şəklində. Cümlə gəlir, ortada biraz fərqli cümlə, sonda yenə həmin cümlənin təkrarı, onu oxşayan, sinonimlərindən istifadə olunmuş cümlə insanı yoracaq. Eynilə uşaqlar da yoracaq. Ona görə də yormamaq üçün daha yığcam, daha lakonik bir şəkildə danışmaq lazımdır. Hətta bunu sizə izah etmək üçün bir hadisəni danışmaq istəyirəm. Bir gün
bir professor mühazirə otağına daxil olur və görür ki, dərsə sadəcə bir nəfər gəlib, bir tələbə gəlib deyək. Həmin tələbəni gördükdə düşünür ki, sinifdə çox uşaq yoxdur, mən niyə qalıb, nə keçəcəm, kimə keçəcəm? Buna görə də ən yaxşısı çıxım gedim. Amma sonra düşünür ki, o gələn bir tələbəyə hörmətsizlik olar. Ona görə də gedim dərsimi keçim, mühazirəni deyim. Sonra müəllim girir içəri və həmin tələbəyə deyir ki, mən dərs keçsəm, məni dinləyərsən, sona qədər qulaq asarsan. O isə cavabını nümunə, öz yaşadığı həyatla bir növ əlaqələndirərək cavab verir. Deyir ki, mən atlar saxlayıram. Mənim o ahırıma bir at gələndə də yem verirəm. 100 at gələndə də yem verirəm. Artıq müəllim başa düşür ki, hə, demək istəyir ki, müəllim, gəlmişsən, dərsini keç. Mən əziyyət çəkib gəlmişəm. Sonra həmin müəllim başlayır dərs keçməyə. Danışdıqca danışır. 1 saatlıq olan mühazirə olur 5 saat. Dayanmadan danışır, nümunələr verir, o mövzunu danışır, onun içindən digər mövzuya keçid edir, oradan ora. Bir nəfərə 5 saat mühazirə deyir. Məsələn, 5 saat keçdikdən sonra həmin mühazirə yavaş-yavaş yekunlaşır və həmin müəllim yaxınlaşıb tələbədən bugünkü mühazirənin necə keçdiyini soruşur. Yazıq tələbə də ona cavabında belə deyir. Müəllim, mühazirə çox maraqlıydı, çox gözəl də danışdı. Amma mənim ahırıma gələn 100 ata verdiyim yemi bir ata vermirəm. Yəni demək istəyir ki, ay müəllim, mən yazığa bir tələbəyəm də bunu niyə bu qədər uzada 5 saatda bir mövzunu mənə danışırsan? Qısaca buna gətirib çıxarmaq istəyir. İndi mənim deməyim ki, əziz müəllimlər, müəllim olmaq istəyən tələbələr, şagirdlər, valideynlər da ola bilər. Danışanda mütləq şəkildə, yığcam şəkildə danışın ki, o tələbə, o uşaq da sizdən birini bezməsin. Yəni, əsas demək istədiyim də buydu. Nəsə sualınız varsa, hərəyə öz payını ver. Bəli. Əgər suallarınız varsa, aşağıda bu arada qeyd edə bilərsiniz. Yavaş-yavaş artıq suallara da keçid edəcəm. Burada aşağıda deyəsən nəsə yazmışsınız. Boşa demirlər ki, müəllim rol model olmalıdır. Bəli. Sonra Samuray yazıb ki, əsas da ibtidai sinif müəllimləri uşağa hərfi öyrədəndə deməlidir ki, o hərf necə səslənir. Bəli, mütləq şəkildə. Ümumiyyətlə, onu da qeyd edim ki, təhsil sistemində müəllim, şagird və valideyn üçlüsü həmişə bir-biri ilə sıx əlaqədə olmalıdır. Yəni, əgər uşaq danışanda düzgün danışmırsa, hərfləri düzgün şəkildə tələffüz etmirsə, danışanda bu cür varvarizmlərdən istifadə edirsə, yəni ujedir, prostadır, okeydir, nə bilim, bu tipli sözlərdən istifadə edirsə, bunun səbəbkarı kimi təkcə müəllimi görmək də düzgün deyil. Çünki müəllim əgər buna düzgün şəkildə bunu göstərirsə, amma şagird gedib evdə bu şəkildə eşidirsə, deməli, uşağın yaxşı danışmamasının səbəbkarı təkcə müəllimlər deyil. Bu üçlü həmişə bir-biri ilə əlaqədə olmalıdır. Müəllim necə düzgün şəkildə danışmalıdırsa, valideyn də əgər öz uşağının gələcəyini düşünürsə, yaxşı danışmağını istəyirsə, valideyn özü də düzgün danışmalıdır. Yəni, müəllim uşağa öyrədir ki, ay uşaq, danışanda C ilə yox, C ilə danışmalısan. Amma uşaq gedir evdə eşidir ki, C. O uşaqdan biz necə tələb edə bilərik ki, sən C ilə danış. Deməli, bu əlaqəni də mütləq şəkildə saxlamağı bacarmalıyıq. Əgər suallarınız varsa, aşağıda qeyd edə bilərsiniz. Hər birini cavablandıracağım.
Nitqimizi düzəltmək üçün, Nahidə xanım yazır ki, nitqimizi düzəltmək üçün nələr etməliyik? Məsələn, C və Ç məsələsi. C və Ç-ni aradan qaldırmaq üçün çox sadə bir yol. Baxın, C hərfini düzgün şəkildə tələffüz etmək üçün D, J və A birləşməsini səsləndirirsiniz. Dja. Bu niyə belədir? Baxın, C deyəndə C. Dilimin uc və orta hissəsi üst damağa doğru qalxır. Eyni ilə dja deyəndə də belədir. Baxın, dja, dja. İndi siz orada da yoxlaya bilərsiniz. C, dodaq quruluşuna baxın. C, dja, C, dja. D-J-A hərfinin birləşməsi bizə düzgün C hərfini səsləndirməkdə köməklik edir. Bu C hərfi üçün. Ç hərfini düzgün səsləndirmək üçün, Ç səsini daha doğrusu düzgün səsləndirmək üçün siz tşa texnikasından istifadə edə bilərsiniz. Baxın, Ç, tşa, Ç, tşa eyni formada. Bunu gündə 10 dəfə təkrarlamağınız mütəmadi olaraq istifadə etdiyiniz sözlərdə bu C və Ç məsələsinə fikir verərək düzəltsəz, əmin olun ki, qısa bir müddət ərzində siz bunu aradan qaldırmağı bacaracaqsınız. Çünki bu böyük bir problem deyil. Həll olunmayacaq bir problem də deyil. Sadəcə disiplinli olmaq və gündəlik olaraq bunu məşq etmək lazımdır. Əgər siz davamlı, mütəmadi olaraq məşq etsəz, qısa bir müddət ərzində bunun nəticəsini görəcəksiniz. Bundan əlavə sizə bir tövsiyə də verirəm. C və Ç hərflərinin çox olduğu şeirlər səsləndirin. Mətnlər oxuyun. İstər-istəməz dil artıq öyrəşsin. Çünki C və Ç-nin yanlış tələffüz olunmasının əsas səbəbi də dil tənbəlliyi. Baxın, dil hərəkət etmədiyinə görə dilin uc və orta hissəsi üst damağa doğru qalxmır. Nəticədə bu yaranır. Can, can. Baxın, dil hərəkət etmir. Can, necəsən. Dil aşağıda qalır. Amma dil tənbəlliyi aradan qalxsa, dilin o hissəsi üst damağa doğru. Can, necəsən. Dil tənbəlliyi. Ona görə də dilinizi mütəmadi olaraq oynatmağa da çalışın. Baxın, yuxarı, aşağı, sağ, sol. Bu şəkildə oynadın. Sonra dedikləriniz düzdür, amma bu ölkədə öz dilində danışa bilməyənlərə də irad tutmaq lazımdır. Azərbaycanda öz dilində danışana az qalsın pis baxırlar. Pis baxırlar, hətta düşünürlər ki, ingilis dilində, xüsusilə də rus dilində danışsam, daha savadlı görünərəm, dırnaqarası daha cool görünərəm. Bu şəkildə düşüncə də var. Düz qeyd etmisiniz. İndi uşaqların əksəriyyəti telefondan eşitdiyi kimi danışır, çoxu da türk dilində. Bəli, Zümrüd xanım düz qeyd etmisiniz. Elə qeyd etdiyinizə əsasən bir məsələni də qeyd edim. İngilis dilində bizə müəllimə ingilis dilini öyrənməyimiz üçün nə deyir? Deyir ki, gedin ingilis dilində olan mətnlərə qulaq asın, dinləyin, filmlərə baxın. Bəzən deyir ki, eybi yox, başlaməsəz də ən azından dinləyin, qoy qulağınız öyrəşsin. Eyni ilə Azərbaycan dili də belədir. Əgər uşaqlar bütün günü oturub TikTokda düzgün şəkildə danışmayan, hətta belə deyim, ağlına gələni danışan insanlara qulaq asırsa, bu uşağın nitqi də o cür olacaq. Buna görə də dinləmək də vacibdir. Xüsusilə də Azərbaycan dilində səlis, sərbəst danışmaq istəyirsinizsə, aydın danışmaq istəyirsinizsə, təmiz danışmaq istəyirsinizsə, mütləq şəkildə Azərbaycan dilində yaxşı danışmağı bacaran şəxsləri dinləməlisiniz. Yəni Fatimə xanım deyir ki, vəzlərə baxmayın. Yəni deməyim odur ki, Azərbaycan dilində yaxşı danışan şəxsləri dinləyin. Azərbaycan dilində çox yaxşı danışan şəxslər var. Podkastlar dinləyə bilərsiniz. Bunlar hər biri sizin nitq bacarığınızın, bu danışıq qabiliyyətinizin inkişafına çox böyük təkan verə bilər. Yəni bunu sizə tövsiyə edirəm. Mən özüm də çalışdığım qədər Faiq Ağayevində bəli, nitqi, Azərbaycan dilində danışmağı çox gözəldir. Mən çox bəyənirəm nitqini.
təmiz danışır, səlis danışır. Səs tonu da gözəldir. Buyurun, Zülfiyə xanım nəsə demək istəyir? Mənə görə Faiq Ağayev bütün bəzi dırnaq arası savadlı, belə deyək, elm insanlarla daha gözəl danışır. Bəli, gözəl danışır. Azərbaycan dilinə qeyd kimi kimsə nəsə demək istəyir? Axşamınız xeyir, necəsiniz? Axşamınız xeyir müəllimə, yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ olun. Hamını da salamlayıram. Yenə bu möhtəşəm təlimə görə sənə təşəkkür edirəm. Bacardıqca bütün təlimlərimə qoşuluram. Yenə maraqlı bir mövzudur. Yenə mənim sənə bir sualım var. Daha doğrusu ümumi sualdır. Sadəcə sənin ətrafına toplaşmışıq da, belə deyək. Bu universitetlərdə mühazirə dərsləri var. Mühazirə dərslərində tələbələr demək olar ki, yuxlayır hamısı. Məsələn, müəllim nitqi necə olmalıdır, necə mühazirə oxumalıdır ki, tələbələr yuxlamasın. Bilirsiniz ki, mühazirə deməyin öz qaydası var ki, mühazirədə müəllim ancaq özü danışmalıdır. Tələbə danışmalı deyil, müəllim çıxış eləməlidir və müəllimin nitqi o qədər səlis olmalıdır, gözəl olmalıdır ki, tələbələri də o qədər maraq oyatmalıdır ki, onlar diqqətlə dinləməlidirlər. Rəhmətli Tofiq Hacıyev bizə mühazirə deyəndə səsləndirirdi. Birdən bir nəfəri qaldırırdı ki, de görüm mən nə dedim, axırıncı cümləm nə idi? Fatimə xanımın desə internetinə problem var. Səsim gəlir indi? Hə, eşitdin Fatimə, məni eşidirdin? Tam eşitmədim, elə bildim sizin səsiniz gəlmədi. Bayaqdan mən bunu səslənirəm. Hə, yox. Olar mən xanımın sualına cavab verim. Bir dənə mən sualımı bitirim. Sualı zəhmət olmasa bir də səsləndirin müəllimə. Deyirəm, mühazirə dərslərində müəllim məsələn necə nitqlə çıxış eləməlidir, necə mühazirə oxumalıdır ki, tələbələr mühazirə dərslərində yuxlamasınlar, müəllimi diqqətlə dinləsinlər. Məsələn, bizə Tofiq Hacıyev rəhmətli, Türkiyoloqda, indi o bizim kafedra müdürümüz yox, rəhmətli Tofiq Hacıyev, dərs deyəndə mühazirəni səsləndirirdi. Birdən bir tələbəni qaldırırdı ki, de görüm axırıncı cümləm nə idi? Vay halına ki, o tələbə həmin cümləni deyə bilməsin. O artıq bilirdi ki, tələbə deməli bayaqdan qulaq asmırmış ona. Və həmişə də gözlərinə baxıb onu dinləməyən adamı necə seçirdi? Baxırsan ki, göz baxır. Amma təxmin elirdi ki, o onu dinləmir. Mühazirə dərslərində qaydası var ki, mühazirə dərslərində ancaq müəllim özü çıxış eləməlidir də. Yəni, başqası tələbələr çıxış eləyə bilməz. Sonda təbii ki, sualları varsa verməlidirlər filan, amma müəllim özü çıxış eləməlidir. Ona görə mən bilirəm təbii ki, qaydalar. Sadəcə istəyirəm ki, sən ətraflı danışasan, hamı da bilsin, tələbələr də bilsin, müəllim olmaq istəyən tələbələr də bilsin, ona görə. İstəyirsə Yaqut xanım, siz səslənin. Mən kollecdə müəlliməyəm. Mən də mühazirə keçirəm. Artıq indiki tələb budur ki, mühazirələr müzakirə formasında başlayırıq. Onda tələbələrin yatmağa vaxtları qalmır. Biz belə keçirik mühazirəni, müzakirə formasında. Əslində mühazirədə müzakirəyə yol verilmir. Sadəcə son 10 dəqiqə, 15 dəqiqədə müəllim sual verir ki, nəsə bir sualınız varmı, başa düşmədiyiniz bir şey varmı? Əslində belə olmalıdır. Mən də həmişə deyirəm ki, məsələn, mühazirə və seminar deyə ayırmaq düzgün deyil. Dərslər hamısı praktik olsa, çox maraqlı dərs keçər. Həm müəllim danışar, həm tələbə öz suallarını verər, öz fikirlərini bildirər. Yəni, yalnız müəllimi dinləməklə tələbələr hamısı yuxlayır. Heç birində də maraq yoxdur ki, nə sual versinlər, nə çıxış eləsinlər, nə beyinlərindən istifadə eləsinlər. Amma praktik dərs olsa, müəllim sual verib cavab alsa, tələbə sual verib cavab alsa, o dərslər daha maraqlı olar, daha nəticəsi gözəl olar. Biz indi kollecdə sizin dediyiniz kimi dərs keçirik. Əvvəl müəllim mövzunu başlayır, mövzu ətrafında motivasiya qurulur, sonra başlayır müəllim müzakirələr aparmağa. Tələbələrlə bir yerdə o qədər gözəl mühazirə olur ki, bəzən biz özümüz tələbələrdən öyrənmiş oluruq. Bu qədər. Fatimə xanım, buyurun. Təşəkkürlər cavab verdiyiniz üçün, cavablandırdığınız üçün Yaqut müəllimə.
Öncəliklə onu demək istəyirəm ki, bugün qarşıma bir yazı çıxdı. Təhsillə bağlı bir yazı idi. Qeyd olunurdu ki, təhsildə uğur qazana bilməməyimizin səbəbi təhsil sisteminin 15 il əvvəlki sistemlə eyni olmasıdır. Ortaq, yəni eyniyyət təşkil etməsidir. Yəni, bundan öncə necə idi? Müəllim danışırdı, uşaq dinləyirdi, o da orada yatacaq, bəlkə də heç qulaq asmır, bəlkə də baxır, qulaq asırmış kimi olur, amma dinləmir. Bunun əsas səbəbi də, elə Nərmin müəllimə sizin də qeyd etdiyiniz kimi, ancaq müəllimin danışmasıdır. Onları birləşdirsək, daha praktiki etsək, təbii ki, dərs daha effektiv olar. Tələbələr də yatmaz. Mən özüm də tələbə olmuşam, xüsusilə də mühazirə vaxtı. Müəllimlərin bəzilərinin səs tonunda ola bilər, bəzilərinin danışıq üslubu da ola bilər ki, insan biraz yorucu gəlirdi. Yəni, insan onsuz 20 dəqiqədən sonra, 25 dəqiqədən sonra başqa bir insana diqqətlə qulaq asa bilmir. O ki, qala 45 dəqiqə dinləsin, 5 dəqiqə fasilə, indi 5 dəqiqədə özümüzə gəlirik, sonra yenə 45 dəqiqə oturduğu yerdən kimisə dinləsin. Bu çətindir. Mən düşünürəm ki, əgər şərt olaraq verilirsə ki, müəllim mühazirə ancaq danışmalıdır, burada şagird və ya da tələbə heç bir çıxış etməməlidir və ya da şagird ancaq, tələbə ancaq dinləməlidir, müəllim onda çalışmalıdır ki, bu mühazirəni ən azından müəyyən hadisələrlə əlaqələndirərək danışsın. Bir növ motivasiya deyirsin, motivasiyanın qurulması, onu nə qədər maraqlı qursaq, bir növ ilkdən uşaqların, şagirdlərin diqqətini, tələbələrin diqqətini özümüzə çəkmiş olarıq. Məsələn, müəllimə hər hansısa bir hadisəni qeyd edirsə, onu öz başına gəlmiş hadisələ və yaxud da nə iləsə əlaqələndirib danışsa, düşünürəm ki, o uşağın diqqətini çəkəcək. Bunu eyni ilə təlimlərdə də qeyd edirik. Danışarkən öz başınıza gəlmiş hadisələrlə əlaqələndirsəz və yaxud da müəyyən hadisələrlə, dolayı vasitələrlə tam olaraq eyniyyət təşkil etməyi təbii ki, şərt deyil. Amma ən azından əlaqələndirsəz, bu uşaqların diqqətini, şagirdlərin, tələbələrin diqqətini, sizi dinləyənlərin diqqətini daha çox çəkir. Məsələn, mən bugün bayaq çıxış edəndə Bəyin Oğurlanması filmindən bir nümunə göstərdim. Amma belə qıraqdan baxan biri deyə bilər ki, Nitq təlimi hara, Bəyin Oğurlanması filmi hara. Amma mən onu bir növ əlaqələndirərək, oradakı bir epizodu nümunə göstərərək aydın danışmağı izah etdim. Və yaxud da professor necə danışdı? Dedim ki, oradakı auditoriyanı, orada bir nəfərə danışdı, yığcam danışmadığına görə o da yoruldu. 1 saatlıq dərsi 5 saata keçdi. Baxın, bunların hər biri nümunədir. Əgər mən ancaq danışsam ki, aydın danışmaq lazımdır, anlaşıqlı danışmaq lazımdır, yığcam konkret danışmaq lazımdır, bununla kifayətlənmir. Bunu hər hansısa bir hadisələrlə, ola bilər filmlərlə, ola bilər müəllim isə şeirlərlə əlaqələndirsək, filankəsin dediyi belə bir şeir var, onlarla əlaqələndirsək, düşünürəm ki, mühazirə daha maraqlı keçər. Və ən əsası, digər Yaqut müəllimənin də qeyd etdiyi kimi, uşaqlarla ünsiyyət qura-qura, yəni onlara da sual versək, onlar da cavablandırsalar, artıq uşaqların da məsuliyyəti bir növ artır. Çünki müəllim hər an ona sual verə bilər. Və o uşaq artıq məcburdur ki, müəllimi dinləsin. Amma buradakı əsas məsələ uşağın müəllimi məcburiyyətdən dinləməsi deyil. Çünki o effektiv olmayacaq. Müəllimin sual vermə ehtimalı var deyə müəllimi dinləmək o qapıdan çıxana qədərdir. O qapıdan çıxdıqdan sonra onsuz o tələbənin yadında heç nə qalmayacaq. Gedəcək yenə öz bildiyi qaydada, açacaq kitab oxuyacaq, əzbərləyəcək, gələcək müəllimə danışacaq, arada deyəcək, arada ilə danışacaq, sözləri, cümlələri bir-birinə qarışdırıb danışacaq və nəticədə qiymət alacaq. Tələbənin əsas məqsədi qiymət almaqdır. Amma biz müəllimlərin əsas məqsədi uşaqları öyrətmək, onları bir növ təkcə elmlə deyil də həyata hazırlamaqdırsa, mütləq şəkildə həyatda baş vermiş hadisələrlə, ola bilər filmlərlə, ola bilər hər hansısa bir kitabla əlaqəli bir şəkildə, sintez bir şəkildə keçməyimiz düşünürəm ki, daha məqsədə uyğundur. Və inanıram ki, siz də mənim bu fikirlərimə qatılarsınız. Kimsə nəsə demək istəyir? Samuray bəy, nəsə demək istəyirsə, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Samuray bəy deyil, adım elədir. Xanım bilir, bəli. Deməli, mən iki istiqamətiyə toxunmaq istəyirəm burada. Birinci, ondan əlavə sizə və İlhamə xanıma təşəkkür edirəm ki, belə təlimlər təşkil edirsiniz. Siz də
müəllimləri, gəncləri maarifləndirirsiniz. Bu mövzuda mən də indi fikirlərimi deyəcəm, amma maarifləndirməyə həqiqətən ehtiyac var. Belə olan halda müəllimlər öz məktəblərindən düzəliş etməyə başlasa, düşünürəm daha yaxşı olar. Ən azından bir məktəb düzəlmiş olar. İkinci müəllimin sualına mən cavab vermək istəyirəm. Seminar mühazirə məsələsinə. Mən hal-hazırda sırf fizika müəllimlərinin universitetdəki dərslərini araşdırıram. Yəni bir çox da əvvəldən, yəni Sovet dövründən bu yana fizika müəllimlərini, həmin o metodika ilə məşğul olanları araşdırıram və düşünürəm ki, yetəri qədər dəyişiklik var. Heç bir müəllimin qarşısında da mütləq bu şərt qoyulmur ki, ancaq nəzəri şəkildə izah edilməlidir. Bu arada nəzəri ola bilər. Müəllim hər dərsə əlində slaydla, video getməyə, yəni universitetdə heç olmasa o qədər də məcbur deyil, belə düşünürəm. Amma dərsin ilk dəqiqəsi o marağı yaratmaq lazımdır. Mən düşünürəm ki, universitet tələbəsinin fikri biraz dağınıq olur, məncə razılaşarıq. Bir dəqiqə ərzində mövzunu toparlayıb onlara maraqla nümayiş elətdirmək lazımdır ki, sonrasını dinləsinlər. Ondan sonra real həyatda nümunələr gətirmək dərsdə işə yarayır. İstəyir musiqi olsun, istəyir riyaziyyat olsun və məncə gedişatda çox da işə yarayır. Yəni şagird ya da ki, qarşımızdakı tələbədirsə, o da istəyir ki, fikir bildirsin ki, hə, müəllim belə idi, belə oldu. Hansısa real, əlaqəsiz bir mövzu. İnteqrasiya nədir? Axı, inteqrasiya başqa fənlərlə yox, həm də ki, real həyatla əlaqələndirməkdir mənim üçün. Bir də əsas məsələlərdən biri vizual materiallar olsa yaxşı olur. Yəni, dərs sadəcə olaraq nəzəri oxuyacaqsa, onu da elə ekrana vura bilər ki, məsələn, mən bura qədər oxudum, indi hər hansı bir tələbə onu davam edəcəkdir. Deyə bilər ki, indi yoldaşınız oxuyur, siz də davam edəcəksiniz, onun davamını gedəcəksiniz. Bunda həm izləməyə məcbur qalır, həm də ki, özü oxuduğu üçün artıq onun beyninə daha yaxşı həkk olunur, dinləməmə ehtimalı yoxdur. Və vizual materialda bilirik ki, videolarda şəkillərdir, hansısa bir təqdimat hazırlaya bilər müəllimin özü, hazır YouTube linkini gətirib yenə də yerləşdirib maraq yarada bilər. Bunun da fərqi yoxdur. Düşünürəm ki, artıq 6 yaşından istəyir 26 yaş olsun, 30 yaş olsun, hər kəsə vizual görüntü daha maraqlıdır. Yəni, nəinki danışmaq, bəzən olur ki, bəzi fənlər var, məsələn, fizika fənnini verim elə. Orada elektriki biz ancaq təsəvvür edə bilərik. Düzdür, elektrikin içərisindəki cəryan şiddətini, gərginliyi, nə bilim, müqaviməti gözdən görə bilmirik, şagirdə də göstərə bilmirik. Biz ancaq onu təsəvvür yaratmaq üçün görüntü göstərə bilərik. Məncə dərs belə daha maraqlıdır və bir arada bu da var ki, ancaq müəllim danışsın, o iştirak eləməsin. Yox, həm dinləyiciyə müəllim sual verə bilər, mənim fikrimcə, həm də həmin dinləyici müəllimə sual vermə haqqı vardır. Belə. Bir də o dostlar vardı da, dərsi danışanda bütün şagirdlərin gözünə baxmaq lazım. Bir nöqtəyə baxırıqsa, o tərəfdəkilər nəzərdən qaçır. Onun da üsulları var, mən onu tam deyə bilmərəm də burada. W formatında baxmaq lazımdır sinifə, MP şəklində baxmaq lazım. Yəni bu nöqtəyə sonra digər tərəfə, sağa, sola. Hamısı bilməlidir ki, müəllimin fikri səndədir, görüm dinləyirsən ya yox. Baxmasaq belə elə görünməliyik məncə. İkinci cır məsələsi. Bu məsələ bilirsiniz necədir? Ləhcə ilə danışmağın mən tərəfdarı deyiləm, düzdür. Ola bilər. Hər kəs öz ləhcəsini sevir, danışa da bilər. Danışana mən heç nə demirəm. Amma belə bir şey var ki, biz məsələn uşaqlıqdan bəri, yəni birinci sinifdə hərfləri öyrənəndə onu necə öyrənib sarısı insanın yaddaşına elə həkk olunur. Dəyişdirmək inanın ki, çox çətindir. Yəni o zamanla ancaq dəyişilə bilir də, bir gündə, 3 gündə, bir ayda dəyişilə bilir. Bunun üçün də ancaq insanın özü öz üstündə işləyə bilər. Yəni belə ancaq biz deməklə ki, hə, gəlsin bir tədbirdə normal danışsın, sonra getsin normal öz həyatında evdə gedib yenə cılçı ilə danışsın, yenə düzələn deyil. Bir dəqiqə. Xanımın da elə qeyd etdiyi kimi düzgün qeyd edir. Əsas məsələ bunu sadəcə bir dərsdə deyil də, mütəmadi olaraq öz həyatında da tətbiq etməkdir. İstəyirsə fikrinizi yekunlaşdırın. Uşaq gəldi, mənim səsim yarımsız qaldı, davam edə bilmədim. Bəli, yəni biz bugün dərs keçəndə onu tətbiq edirik, elədir. Yəni çox müəllim məncə belə edir. Qayıdıb evinə çatanda artıq öz ləhcəsi ilə danışır. Mən Naxçıvanlıyam, İlham xanımla yerliyik biz. Və inanın ki, biz öz aramızda o siz dediyiniz formada heç vaxt danışa bilmərik. Ya da ki, bayramda bir həftə
öz yerlilərimizlə bir yerdə olsaq, artıq bizdəki o ədəbi dil başlayır yenə dəyişilməyə. Yəni bu çox çətindir. Məncə bunu İraq kimi tutmaq bəlkə də nitq təlimçilərinə görə düzgündür, amma dilimizdə başqa dilləri əlavə edənləri daha çox üstünlük verərik ki, onları düzəldək. Məncə bir dil olaraq danışılmalıdır. Yəni aralarında dediyiniz kimi prosta, uje, indi uşaqlar deyirlər cool, iş yerlərində plaza dili deyilən bir şey var ki, artıq ingiliscə qarışıq danışırlar. Məsələn, tapşırıq demirlər, task deyirlər, silmək demirlər, delete deyirlər. Yəni elə ki, xoşlarına gəlir ki, bizim dilə nəsə əlavə olsun. Etməyənlərə də pis baxırlar. Məncə hərflərin tələffüzünü şagird müəllimin, ibtidai sinif müəlliminə öyrədibsə, beynimizdə də elə qalır. Nə qədər düzəltsək də biz bunu o qədər dediyiniz qədər mükəmməlləşdirmək üçün daha vaxt lazımdır və həmişə bunu istifadə etməliyik. Siz dediyiniz formada mən gedib Naxçıvanda bir ay tətildə danışsam, artıq orada da mənə ona görə girəcək. Düzgündür deyil. Yəni deyirlər ki, əlavə etmək istəyirəm. Çox gözəl, fikirləriniz çox gözəldir, çox dəyərlidir. Bir məsələni qeyd etmək istəyirəm, bir əlavə etmək istəyirəm. Uğurlar arzulayıram təlim işinə. Xeyirli olsun, inşallah belə təlimlər çox olsun ki, hər bir sahədə bizdə məlumatlar təhsil sahəsindən İlhamə xanıma təşəkkür edirəm, uğurlar arzu edirəm. Təşəkkürlər, minnətdarım. Dediyiniz fikirlərə qatılıram. Sadəcə bir məsələni qeyd etmək istəyirəm. Mən bayaq da qeyd etdim ki, siz öz ətrafınızla, öz tanışlarınızla necə danışırsınızsa, bu artıq bir növ sizin öz istəyinizdir. Amma o qapıdan içəriyə giririksə, biz dərs deyiriksə, müəlliməyi isə məcburuq ki, o cəhçəyə nəzarət edək. Mənim tələbələrim var, bəziləri Naxçıvanlı, hətta bəzi tanışlarım var ki, Naxçıvanlıdır. Deyirəm ki, bəs belə bir problem var. Deyir, mən bunu düzəldə bilmərəm. Mən artıq onları o cür qəbul etmişəm. Çünki düzəldə bilmirsə və yaxud da düzəltmək istəmirsə, kimsə məcbur edə bilmərik. Amma işimizdən və ixtisasımızdan asılı olaraq, xüsusilə də müəllimə isə artıq burada bir məcburiyyət var ki, biz o auditoriyaya daxil olanda, fərqi yoxdur, orta məktəbə və yaxud da ali məktəbə daxil olanda, o olduğumuz bölgəni bir növ kənara qoyuruq və ədəbi dildə qoyulan qaydalara əsasən danışırıq. Çünki siz əgər Naxçıvan ləhcəsi ilə danışacaqsınızsa, orada artıq uşaqlar deyəcək ki, müəllimə bu cür danışır, mən də o cür danışarım. Amma ta ki dediniz, tətildə getdim, öz tanışlarımla, onların ətrafında, yanında elə danışa bilməlisiniz. Hə, ola bilər, bu artıq sizin öz seçiminizdir. İstəyirsə, sizin üçün daha rahat formada o şəkildə danışa bilərsiniz. Lamiyə xanım deyəsən söz istəyir. Buyurun. Heç danışmayan şəxsləri danışdırmaq istəyirəm. Buyurun. Salam, hər vaxtınız xeyirli uğurlu olsun, xoş gördük, necəsiz? Xeyir. Mən öz təcrübəmdən irəli gələrək, yəni demək istəyərdim ki, həmişə biz təcrübəvi şəkildə, yəni uşaqlarla ədəbi dilin qaydalarına, yəni düzdür, terminlərdən istifadəni elə etmək lazımdır ki, onlara anlaşıqlı şəkildə olsun da, uşaqlar onları tam şəkildə başa düşmür. Və təcrübə olaraq, ancaq şifahi şəkildə danışmaq deyil, yəni görüntü olaraq, praktiki şəkildə, yəni onların, uşaqların beyninə yeritmək lazımdır. Mən bunu bir filoloq, yəni pedaqoq olaraq fikrimi çatdırıram sizə. Biz bayaq dedik, yəni ədəbi dilin qaydalarından istifadə təbii ki, etməliyik. Təsadüf hal deyildi ki, yəni siz də dilçisiniz də, özünüz bilirsiniz ki, biz ancaq o məişət üslubundan, o dialektdən, yəni öz ortamımızda, yəni ev şəraitində danışmaqdan istifadə etməliyik. Ancaq məktəb şəklində, istəyir ali, istəyir orta məktəbdə isə elmi üslubdan istifadə edərək leksik normanın istər fonetik, istər qrammatik, istəyir leksik qaydalarına, yəni düzgün şəkildə istifadə edərək etməliyik. Birdən fikir yaranar ki, yəni bunlar kiçik yaşlı uşaqlardır. Onlar başa düşməz belə. Birinci, ilk öncə biz elə etməliyik ki, artıq onlar o dilə alışsın, yəni artıq o dildə danışsınlar. Mənim anam yəni diplomlu şəkildə savadlı deyildi, amma ziyalı xanım idi. Yəni o həmişə bizə kitab dilində danışmağı öyrədibdi, kitab dilində danışmağı. Biz sevirdik ləhcə ilə danışmağı, amma o icazə vermirdi ki, həmişə kitab dilində danışın. Və şagirdlər də
Tək o biz elə qayda qanundan istifadə edərək quru şəkildə çatdırmağı sevmir. Onları ilk öncə sevərək və təcrübəli şəkildə onların anlaşa biləcəyi, anlaya biləcəyi şəkildə onları izah edib çatdırmaq daha dolğun olardı. Başqa suallarınız? Bəli, Lamiyə xanım, təşəkkür edirəm öz fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Və Lamiyə xanım da qeyd etdiyi kimi, çalışmalıyıq ki, uşaqlara təkcə səsli formada dərsi izah etməyək. Eyni zamanda müəyyən vəsaitlərdən, müəyyən avadanlıqlar ola bilər, müəyyən əşyalar ola bilər ki, onlardan istifadə edərək dərsi tədris edir. Çünki elə burada digər xanımların da qeyd etdiyi kimi, bizi daha çox dinlədiyimiz deyil də, gördüyümüz maraqlıdır. Hətta bunu statistik, konkret bir məlumat olaraq da verilib ki, təxminən 60-70% audial deyil, vizualdır. Yəni, insan gözü ilə nəyi görürsə, o daha çox ona maraqlı gəlir, nəinki eşitdiyi. Ona görə də mütləq şəkildə, xüsusilə də mühazirə ola bilər, orta məktəbdə dərs zamanı müəyyən vəsaitlərdən istifadə olunsa, müəyyən videolardan istifadə olunsa, bu dərs daha effektiv olar. Mən Bakı Dövlət Universitetinin tələbəsiyəm. Elə bakalavr təhsilimdə, hal-hazırda olan magistr təhsilim hər ikisi Bakı Dövlət Universitetidir. Və universitetdə müəllimlərin əksəriyyətinin, demək olar bir çoxunun dərs keçmə üsulunu, mühazirəsini, seminarını bəyənirəm. Çünki həqiqətən müəllimlərimiz dərsi keçərkən müəyyən vəsaitlərdən istifadə edirlər, onu digər dərslərlə əlaqələndirirlər. Yadıma gəlir müəllimlərimiz şeirlərlə əlaqələndirirdi. Bir mövzunu izah edərkən onu şeirlə əlaqələndirirdi və bu dərs daha effektiv olurdu. Hətta bizim metodika kafedrasının müdürü Mətanət xanım dərsi keçərkən müəyyən vəsaitlərdən istifadə edirdi. Məsələn, nümunə olaraq deyirəm ki, bizə bir kağız verirdi və bunun musiqi sədaları altında praktiki bəzi tapşırıqları olur ki, bu bizim həqiqətən dərsə diqqətimizi çəkir. Bax, musiqidən istifadə edərək uşaqlara müəyyən tapşırıqlar verə bilərsiniz, videolar göstərə bilərsiniz. Həmin müəlliməm videolardan istifadə edirdi, şəkillərdən istifadə edirdi və həqiqətən də mən o dərsdən zövq alırdım. Çox xoşuma gəlirdi. O dərsə girəndə bilirdim ki, mən bugün əliboş çıxmayacağam. Oradan ən azı bir dənə olsa belə, yəni çox kiçik bir şey belə olsa, mən oradan nəyisə öyrənib gedəcəm. Evə bir növ əliboş qayıtmayacağam. Ona görə də bu üsullardan, müəyyən əşyalardan, videolardan, şəkillərdən istifadə etmək düşünürəm ki, həm mühazirəni, həm orta məktəb dərslərini daha səmərəli, daha effektiv keçməsinə gətirib çıxara bilər. Başqa sualınız varmı? Müəllimə, bir şey əlavə edə bilərəm. Buyurun. Bilirsiniz, əsas problem məncə nədədir? İndi bəzən elə bir hal olsun, televiziya götürək, bəzi internet platformalarını götürsək, elə bir hal yaradıblar ki, onlar belə deyək, Azərbaycan dilində danışanda müxtəlif dillərdən əlavə sözlər əlavə edirlər. Və sanki bunu bir savadlı, bir çox bilmişlik kimi göstərirlər. Yəni ki, belə deyək də, güya ki, yəni praktika olaraq daha çox təcrübə varmı? Yəni başqa dillərdən daha çox istifadə edib özlərini savadlı göstərirlər, kobud səslənsə də. Amma bu heç də yaxşı deyil, çünki gələcək nəsil də artıq belə deyək də, bizdən böyük olan insanlardan, savadlı insanlardan olsun, daha çox platformada önümüzə gələn insanlardan biz onu nümunə götürürük və başlayırıq biz də o tipdə danışmağa. Nəyə görə? Çünki qarşımızdakına ilk öncə özümüzün nitqimizlə sübut etməliyik axı biz. Mütləq ki, o sözlərdən istifadə etməliyik ki, qarşımızdakı insan, güya ki, yəni mən də savadlıyam, mən də bilirəm. Əslində mən buna baxmıram, amma günün reallığı budur ki, müxtəlif sözlərdən istifadə edərək özlərini savadlı göstərirlər, amma dərinə geçsək, bəlkə də heç o sözün mənasını belə bilmirlər. Orada işlətmək lazımdır, yoxsa lazım deyil. Həqiqətən, yəni bunu neçə dəfələrlə şahid olmuşam və İnanın ki, çox kobud da orada ifadələr səslənəndə heç düşünmürlər ki, bu mövzuya uyğun deyildi o söz. Hardasa eşidiblər, gəlib orada istifadə edirlər. Məncə günün ən acı reallığı budur ki, savadlı olmaq üçün nitqimizə başqa dillərdən sözlər əlavə edirik.
Bəli, Zülfiyə xanım, təşəkkür edirəm. Siz sağ olun. Başqa fikirlərini bizimlə bölüşmək istəyən varmı və yaxud sual varmı? Təlimimiz artıq 1 saatdır. Ümid edirəm ki, yorulmadınız. Simə xanım, mən bayaq danışan xanıma fikrimi bildirmək istəyirdim. O əslində bəli, azı həqiqətləri də dedi. Bəzən çox adamlar palavralı şəkildə yeni terminlərdən istifadə edir, yəni özünü belə özlərinin dilində deyək də elegant göstərmək üçün düz deyir. O dillərdən, o sözlərdən istifadə edirlər, yəni onun heç leksik normasını başa düşməyəcək şəkildə. Onu demək istəyirdim ki, bəli, azı həqiqətdir bu. Təəssüf ki, o da vardır reallıqda. Burada deyəsən kimsə sual verib. Mənim qızım, Nabat xanım yazıb ki, mənim qızım məktəbə qədər gedir. Mən dərslikdən əlavə dərslik etdirirəm. Sizcə düz edirəm. Baxın, uşağı məktəbə qədər gedir, elə balacadır. Xüsusən də az yaşlı uşaqları bu məsələlərdə çox da yormağa ehtiyac yoxdur. Əgər bilik olaraq, məlumat olaraq verirsinizsə, hə. Amma yoxsa bunu etməlisən, bunu da oxu, bunu da oxu, bunu da oxu. Məktəbə qədər gedir. Aha. Bu qədər çox yormağa ehtiyac yoxdur. Əsas məsələ uşaqlara nitqini inkişaf etdirməsi üçün bəzi məsələlər var ki, onların anlayacağı üsulla. Biraz daha maraqlı, onlar üçün daha əyləncəli formada izah edin ki, o da bir müddət sonra yorulub deməsin ki, mən bu məktəbə heç getmək istəmirəm. Məktəb nə yorucuymuş, nə sıxıcıymış. Yəni, bəzən elə olur ki, valideyn uşağa çox tapşırıq verir. Hələ məktəbə getməzdən öncə hər şeyi oxutmaq istəyir, ora getsin, bura getsin. Mənim uşağım ingilis dilində danışmalıdır, rus dilində danışmalıdır, onu bilməlidir, bunu bilməlidir. Uşaq məktəbə getmək istəmir. Deyir ki, məktəbdə də məni ondan pis yoracaqlar. Və çox təəssüflər olsun ki, məktəbdə də uşaqları çox məlumatlarla doldururlar. Baxın, o dəfə mən 3-cü sinif yoxsa 4-cü sinif tapşırığına baxdım və orada yazılmışdı ki, qrammatik əsası tapın. Belə qaldım ki, necəyəm? Uşaq mübtəda xəbəri öyrəndi, 2-ci, 3-cü sinif şagirdi. İndi də mübtəda və xəbərin qrammatik əsas olduğunu müəyyənləşdirdi. 5-ci sinif şagirdi gəlir. Ona mübtəda xəbər deyirəm, artıq hər şeyi bilir. Mürəkkəb cümlə deyirəm, artıq hər şeyi bilir. Və burada belə bir sual ortaya çıxır ki, bu uşaq 5-ci sinifdən əgər bunu öyrənirsə, bu mübtəda nədir, xəbər nədir bilirsən, tabeli, tabelsiz, mürəkkəb cümlə deyirəm. Bunları bilirsən. Bəs bu uşaq 10-cu sinifdə nə öyrənəcək? Uşaqları birdən-birə hər şeyi yığırıq. Ya o uşaq, o yükün altından qalxa bilən uşaq öyrənəcək, savadlı olacaq. Amma qalxa bilməyən uşaq öyrənmə potensialı olsa belə öyrənmək istəməyəcək. Ona görə də əziz valideynlər, əgər öz uşaqlarınızı deyirsinizsə, yaxşı danışsın, bunun üçün çox şeyləri edərək onu nəyəsə məcbur etməyə ehtiyac yoxdur. Burada birinci əsas məsələ sizin danışığınızdır. Baxın, siz nəyi edirsinizsə, uşaq da eynisini təkrarlayır. Məsələn, bir video var idi, orada qeyd olunurdu ki, təsvir olunurdu ki, valideyn gedir kitabı açır, uşaq da gedir bilmir hansı kitabdır, gedir onu açır, gəlir yanında oturur, açır, baxır, oxumağı bacarmır. Amma baxır da öyrənir, maraq gəlir. Valideyn nəyi edirsə, uşaq da nəticədə gedir onu edir. Valideyn onun yanında kitab oxusa və yaxud da yaxşı şəkildə, düzgün şəkildə danışsa, düzgün üslubda danışsa, o uşaq da başlayır artıq o cür danışmağa. Həqiqətən də uşaq evin güzgüsüdür. Elə uşaq var ki, danışanda çox kobud danışır. Nə deyirəm, görəm mənə cavab qaytarır, çox kobud danışır. Bilirəm ki, o uşaq evdə də elədir. Ya evdə elə görür, ya bilmirəm, indi sosial şəbəkədən ola bilər, o cür görür. Ola bilər dost çevrəsi, onun ətrafı, o sinif yoldaşlarından onu görür. Amma əsas o da hardansa görür, bunu təkrarlayır. Bütün uşaqlar belədir. Nəyisə görür və təkrarlayır. Ona görə uşaqlarınızın səlis danışmağınızı istəyirsinizsə, mütləq şəkildə birinci, onlara yaxşı şəkildə danışdığınızı göstərməlisiniz. Göstərməlisiniz ki, siz elə yaxşı danışırsınız, o da sizi təkrarlayır.
Və yaxud da əgər material göstərmək istəyirsə, materiallardan istifadə etmək istəyirsə, uşaqlara şeirlər öyrətmək çox vacibdir. Məsələn, orta məktəb dərsliklərindən bildiyim qədərilə ədəbiyyat fənnində şeirlərin artıq əzbər öyrənib gəlməsi uşaqlara şərt olaraq qoyulur. Məsələn, mənim məktəb vaxtında yadımdadır ki, biz bütün şeirləri əzbərləyirdik, gəlirdik, danışırdıq. Amma indi uşağa deyəsən deyilir ki, get bu şeiri oxu, onun məzmunu gəlib danış. Uşaq şeir öyrənmir, şeir bilmir. Və bu da nəticədə nəyi gətirib çıxarır? Uşaq artıq danışa bilmir, yaxşı öz fikrini ifadə edə bilmir. Çətini çəkir. Buna görə də mütləq şərtdir ki, uşaqlarınıza şeirlər əzbərlədin. Qoy uşaq o şeiri danışsın, desin, səsləndirsin. Asma xanım, mən müdaxilə edə bilərəm burada. Bəli, buyurun müəllim. Mən amma bunu deyim ki, ilk dəfə sizin əleyhinizə çıxacağam. Mən bunu çünki biz uşaqları çox əzbərçiliyə öyrədirik. Xüsusən də o körpə uşaq bayaq sual verən xanıma da demək istəyirəm. Qəbul eləyər, eləməz özünə qalıb. Amma məsələn, mən onun tərəfdarı deyiləm ki, biz uşağa nəyisə əzbərlədək. Uşaqlar əzbərçiliyə çox öyrənirlər. Ona görə də onlar fikirlərini ifadə edə bilmirlər. Məsələn, mən qızıma kartoçkalar göstərib demirəm ki, bu bax denən bu nədir? Bu ayıdır, bu nə bilim meymundur. Ona belə öyrətmirəm mən. İndi düzdür, bağçada elə eləyirlər. Mən indi onlara müdaxilə edə bilmərəm. Amma məsələn, marketə giririk, tərəvəzləri göstərirəm, deyirəm ki, oradan mənə kartofu ver, oradan mənə soğanı ver. Bu şəkildə öyrətməyə çalışıram ki, həm göz yaddaşı ilə, həm beynini işlədərək qoy, o ətraflı onun haqqında fikirləşə bilsin, əzbərləməsin onu, görsün, yaşasın. Zooparka aparıram, göstərirəm, bax bu heyvan ayıdır, gör necə səs çıxardır, gör necə dayanıbdır. Qoy görsün, öyrənsin, əzbərləməsin. Uşaqları çox əzbərçiliyə öyrədirik biz. Ona görə onlar fikirlərini ifadə eləməkdə çətinlik çəkirlər. Söz bazaları olmur. Ona bir şans verməliyik ki, qoy o fikrini ifadə eləsin. Yoxsa şəklə baxıb deyirlər, hə, bax bura denən, bu nədir? Bu güldür və yaxud da ki, bu ulduzdur, bu aydır. Ay çıxır da göydə, bax göstər, danış ondan, söhbət elə, qoy o fikrini ifadə eləsin, o belə-belə öyrənsin. Yoxsa ona nəyisə əlavə yükləmək, nə bilim, nəyisə yaşatmaq o düzgün seçim deyil, mənə belə gəlir. Sizin fikirlərinizə də qatılıram. Sadəcə mənim demək istədiyim budur ki, uşağa təbii ki, sizin dediyiniz kimi müəyyən bir mətni verib, bu mətni get əzbərlə. Sanki mühazirədə dərs keçirdi, seminarda onu geri alırmış şəklində yox. Amma şeir səsləndirmək, bu mənim öz düşüncəmdir, öz fikrimdir deyim, bu sizin öz fikrinizdir. Onu səsləndirmək nitqin inkişafı üçün vacibdir. Niyə? Çünki mən həm öz nitq təlimimdə, həm aldığım nitq təlimlərində şeirlərin səsləndirilməsini görmüşəm. Mütləq şəkildə hər bir nitq təlimində onu səsləndirirlər. Bunun əsas səbəbi orada düzgün intonasiyanı, düzgün fasiləni yerli yerində verməsi, düzgün məntiqi vurğunu şeirdə düzgün şəkildə vurması. Bu məsələlər üçün düşünürəm ki, şeir əzbərlətmək yaxşıdır. Xüsusilə də uşaqlar, məsələn, söz ehtiyatı zəifdir, söz ehtiyatı azdır. Nəyisə göstərib sonradan əzbər bir şəkildə ondan tələb etmək düzgün deyil. Sizin fikrinizə də qatılıram, amma şeir öyrənmək də vacibdir. Çünki o uşaq artıq yavaş-yavaş sözü nəyisə danışır, nəyisə deməyə başlayır. Müəyyən bir müddətdən sonra artıq nitqi yavaş-yavaş açılmağa başlayır. O bilir ki, hansı intonasiya nədir, şeiri necə səsləndirmək lazımdır. Bəzən fasilə verəcək, bəzən vurğunu hər hansı bir yerdə vuracaq. Çünki bunu nitq təlimlərində də edildiyinin şahidi olmuşam. Mən özüm də nitq təlimlərində bundan mütləq şəkildə istifadə edirəm. Elə insan var ki, müəyyən bir yaşa gəlib çatıb, ona şeiri səsləndir deyəndə, onu elə oxuyur ki, elə bir mətn oxuyur. Və artıq onu görürəm ki, nitqi də o şəkildədir. Müəyyən bir hissədə səs tonunu qaldırmağı bacarmır, müəyyən hissədə səs tonunu endirməyi bacarmır. Yəni, şeir səsləndirmək təkcə əzbərçilik üçün nəzərdə tutulmur. Səs tonunun biraz qalxması üçün, biraz enməsi üçün, müəyyən hissələrdə o duyğu məsələsi var ki, onun ötürülməsi üçün düşünürəm ki, önəmlidir. Məsələn, elə şeir var ki, onu daha həvəsli, daha coşqulu, sevincli bir şəkildə səsləndirirsən. Elə
şeir var. Məsələ də odur da Fatimə xanım. Məsələn, şeirə elə yanaşmaq yox ki, onu əzbərləməliyik biz. Bəli. Şeiri hiss eləmək lazımdır. Şeiri hiss eləyib o duyğunu yaşayandan sonra onu əzbərləməyə ehtiyac yoxdur ki, insanın beyninə yazılır o. O qədər o şeirin içinə girirsən, onu oxuyanda o sözlər sənə zövq verir, o sözlərin mənasını başa düşürsən ki, o sənin yadında qalır. Adi məsələn siz tələbə kimi dərsi oxuyanda, əgər onu dərk etmirsinizsə, sizin yadınızda qalır? Yox. Başlayırsınız əzbərləməyə. Amma siz onun cümlənin mənasını dərk eləsəz, anlasaz, əzbərləməyə ehtiyac yoxdur. Bir dəfə oxumaq kifayət eləyir. Şeir də bu cürdür. O duyğunu gərək hiss eləyəsən. Şeiri əzbərləyim. İndi bizim düzdür o, siz nitq təlimləri keçirsiniz, ola bilər nitqi inkişaf elətdirmək üçün hal-hazırki gənclərə bəlkə o lazımdır. Amma məsələn, körpə uşaqlara biz onu əzbərlətmək yox, o şeirin, o şeirdəki sözlərin mənasını izah eləməliyik. Onu dərk eləməlidir, o hiss eləməlidir ki, o onu yadında saxlaya bilsin. O içinə girməlidir. Onu istəyirəm, üzr istəyirəm. Mən müəllimənin fikrinə, yəni həqiqətən çox gözəl fikirlər söylər, amma mən balaca uşaqlarla işlədiyim üçün deyirəm və çox da təlimlərdə iştirak edirəm həmişə. Mən deyərdim ki, balaca uşaq yox müəllimə, şeir əzbərləmə ilə məhz balaca uşaqlara lazımdır. Əgər sual yaranarsa niyə? Ona görə ki, baxın, burada hiss, emosiya, siz danışdığınız Fatimə xanım, harda məsəl üçün intonasiyanı qaldırmalıdır, harda sözü elə səsləndirməlidir ki, o sözdə sonra vergül gəlir, məsəl deyək də. Yəni bu uşaq hiss emosiyasını şeirlə inkişaf elətdirməlidir, nəinki sözlərlə. Bax, biz 3-5 yaşa qədər uşağa şeir əzbərlətməliyik, onun hiss və emosiyalarını inkişaf elətdirməliyik şeir vasitəsilə. Və yaxud da o şeirdə deyək ki, ah sən nə gözəlsən, bunu hansı intonasiyanla deməliyik, biz o uşağa öyrətməliyik. Daha sonra böyük siniflərə qalxdıqca müəllimənin fikri ilə razıyam ki, şeir əzbərləməyə artıq ehtiyac yoxdur. Çünki artıq o hiss, emosiya o uşaqda inkişaf etmiş olur və istər-istəməz müəllimə çox düzgün deyir. O ifadələri oxuyanda artıq o şeiri əzbərləmiş olacaq. Çünki onun hiss, emosiyası vaxtında inkişaf etmiş olur. Yoxsa biz, məsəl üçün, müəllimənin hansı fikri ilə razı deyiləm, yox, yəni belə deyim də müəllimə, mən də öz fikrimi bildirim ki, yaxşı, bəs onda siz deyirsiniz, uşaq o hissi, o sözlərin mənasını dərk eləməlidir. Hələ onların beyni o dərəcədə inkişaf etməyib ki, o hansısa cümlənin, orada hansısa bir ifadəni hələ anlamaq dərəcəsində deyil və biz onu ona bu yaşda öyrətsək ki, bunun mənası o deməkdir, daha beyin yükləməsinə gətirib çıxardarıq və inanın, gələcəkdə o uşaq əmin olun, mən bunun praktikasını yaşamışam və 100% deyirəm sizə, heç bir mətn, şeir əzbərləmək, nəinki özünü ifadə etmək, heç o uşağın təfəkkürü də inkişaf etməyəcək. Vaxtından tez o uşağın beynini yükləsək biz, inanın, gələcəkdə o uşaq heç nə öyrənməyəcək. Amma yavaş-yavaş, onun yaşına uyğun şeirlər əzbərlətsək və yaxud nağıllar söyləsək, həmin nağıllarda da yenə ifadəli şəkildə valideyn, müəllim oxusa, uşağın hiss emosiyasını inkişaf etdirsək, gələcəkdə o uşağın şeir əzbərləməyinə böyük siniflərdə ehtiyac qalmayacaq. Bu mənim öz fikrimdir. Təşəkkür edirəm. O bilirsiniz, o uşaq şeirləri axı o dərəcədə yüksək səviyyədə olur ki, ona biz nəyisə dərk elətməyinə çalışaq. Ala-bula boz keçir. Burada uşağın başa düşməyəcəyi məncə elə bir şey yoxdur. O onu, bilirsiniz, o biraz o vergül burada qoyulmalıdır, nə bilim, bu düz deyək, qrammatika biz məcburuq riayət edək. Niyə? Çünki bizə testlər verilir, bizə əzbərçiliyə öyrədirlər. Ona görə biz məcburuq qrammatik qaydalara riayət edək. Amma bu vergül məsələsini hiss eləmək falan, o insanın özündən gəlməlidir. Mən məsələn vergül hissəsini bəlkə mən başqa cür dərk edirəm. Bəlkə mən başqa hissədə pauza verib məsələn vergül qoymaq istəyirəm. Bu normativlərdən biraz mən istəyirəm ki, biz kənarlaşaq. O normativi biz özümüz üçün təyin edək. Qrammatikada belədir deyə o cür yanaşmayaq. Amma mən sonda bir söz deyim, müəllimə çox xahiş edirəm. Yəni bu müzakirədir. Müəllimənin dediyi kimi sözündə həqiqətlər var, ancaq amma o qrammatikadan kənara çıxmaqda və orada mən vergülü misal olaraq çəkdim, yəni
nitqi nə zaman inkişaf etdirə biləcəyik? Orada söz ifadəsini, müəllimənin fikrinə, Fatimə xanımın fikrinə uyğun olaraq mən onu dedim ki, yəni orada hiss, emosiyanı inkişaf etdirmək lazımdır. Ola bilər ki, mən o vergi sözünü düzgün demədim, amma həqiqətən mən öz fikrim üzərində qalıram ki, ala-bula boz keçə məsələsi deyil. Elə şeylər var ki, orada bəzi ifadələr var ki, yəni biz orada sırf uşağın hiss emosiyasını inkişaf elətdirməliyik ki, uşaq gələcəkdə şeiri əzbərləməsin. Bəs onda yaxşı aşağı sinifdə və yaxud 3-5 yaşındakı şeir əzbərləməsin, böyük sinifdə əzbərləməsin. Onda nə zaman o uşağın təfəkkürünü inkişaf elətdirə Mən o şeirlərə baxmışam, heç onları əzbərləməsə yaxşıdır. Orta məktəbdəki kitabdakı şeirləri heç məncə əzbərləməsələr də yaxşıdır. Bu sizin öz fikrinizdir, müəllimə. Bəli. Məsələn, Fatimə, sən bilirsən də, mən dərsdə də sizə deyirəm ki, kitabda hər yazılan düz deyil. Hər adamın hər dediyi də düz deyil. Əlbəttə, mənim də sözümdə həqiqət ola da bilər, olmaya da bilər, hamı razılaşmaya da bilər. Siz də hər şeylə razılaşmaya bilərsiniz. İnsan ona görə, bəs beyin ona görə inkişaf eləməlidir ki, öz fikri olsun, öz fikrini izah eləməyə çalışsın, yeri gəlsə sübut eləməyə çalışsın və buna görə lazımdır beyni inkişaf elətdirmək. Çox təşəkkür edirəm Fatimə xanım sizə. Təşəkkür edirəm müəllimələr, bir-birinizə. Fikirlərinizi bölüşdüyünüz üçün çox sağ olun. Bəli, biraz mübahisəli məsələdir. Yeni insan var ki, məsələn, Nərmin xanım deyir ki, mənə görə bu cürdür, digər xanım Zülfiyə xanım deyir ki, mənə görə bu cürdür. Yəni, hər kəsin öz şəxsi düşüncəsidir, şəxsi fikridir. Ona görə hər kəsin fikrinə də hörmətlə yanaşıram. Sizin dediyiniz fikirlərdə də haqlılıq payı var mütləq şəkildə. Çünki siz məndən daha təcrübəlisiniz, böyüksünüz və sizlərin təcrübəsi də düşünürəm ki, daha çoxdur. Və dediyiniz sözlərə və fikirlərə də qatılıram. Başqa sual olan varmı? Var. Fatimə xanım, zaman ayırdığınıza görə bir daha təşəkkür edirəm. Həm sizə, həm üzvlərə. Əməkdaşlığımız daimi olsun, güclü olsun. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. Aşağı əlaqə nömrəmi qeyd etmişəm. Hər hansı sualınız olursa yaza bilərsiniz. Təşəkkür edirəm. Ağzınıza sağlıq. Mən də təşəkkür edirəm və sonda çox sevdiyim bir ifadəni səsləndirib bugünkü görüşümüzü artıq yekunlaşdırmaq istəyirəm. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Gəlin müəllimlərimizin, bizə həyatı öyrədən, həyatda istiqamət verməyə köməklik edən müəllimlərimizin dəyərini və qədrini bilək və gələn görüşlərə dək deyirəm. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Gecəniz xeyrə.